Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizinlə Dövlət İmtahan Mərkəzinin 15 mart 2026-cı ildə keçirmiş olduğu buraxılış imtahanının detallı izahına baxacağıq. 7-ci sualımızda kompleks obyektdir. 3-cü kateqoriyada olan bir feilimiz verilib, daha sonrasında obyekt gəlib. 3-cü kateqoriya olduğuna görə to feil olmalıdır. 8-ci sualımız complete sentence-dir. Baş cümlə verilib, budaq cümlədə mübtəda xəbər ardıcılığı olmalıdır. Köməkçilər qarşıda gələ bilməz. Bu səbəbdən də doğru cavabımız A variantı. Mübtəda, xəbər, ardıca digər üzvlər gəlir. 9-cu sualda tərcüməyə əsasən düzgün variantı seçmək tələb olunur. Sualda yaxşı şəxsi keyfiyyətlər soruşulur. Bunlar kind və gentle olaraqdan D variantında qeyd olunub. Xəsis və kobud yaxşı keyfiyyətlər olaraqdan verilə bilməz. 10-cu sualımızda yesterday, dünən, keçmiş zamanın göstəricisidir. Bu səbəbdən də doğru cavabımız Y variantı. Xəbərimiz cəmdədir. Daha sonrasında isə baxıram ki, bu hissədə obyekti qoyduqda hansı söz nəzərdə tutulur? Bildirilir ki, satıcının çoxlu qədimi xalçaları var idi. Bir ay sonra onların bəzilərini və yaxud da hər birisini satdı. Burada xalçalardan söhbət gedir. Bu səbəbdən də ikinci hissədə yazacağım obyekt cəmdə olmalıdır. Ona görə də doğru cavabımız C variantı. 12-ci sualımızda very adi dərəcənin göstəricisidir. Deməli, doğru cavabımız D variantı. A variantı, B variantı, D variantı to ilə istifadə olunacaq feillərdir. Hadn't deyə bir anlayış yoxdur. Didn't have to olmalıydı. Deməli, doğru cavabımız C variantı. 14-cü sualımızda mübtəda, xəbər, tamamlıq, yer və zaman strukturuna uyğun bir şəkildə cümləni qurmaq lazımdır. Doğru cavabımız A variantı. Kitablar insanların həyatında çox önəmlidir. 15-ci sualımızda vahid birləşmələrdir. Pleasure with, bought for. Doğru cavabımız C variantı. Məmnun olmaq, onun üçün almaq. 16-cı sualımızda məna cəhətdən doğru cavabımız B variantı. İnsanlar bir-biri ilə savaşmağı dayandıranda dünya daha yaxşı bir yer olacaq. 17-ci sualımızda artiklı sayıla bilən tək isimlə istifadə olunub, doğrudur. Cəm ismi qarşısında qeyri-müəyyən artikl ola bilməz. Birdən böyük rəqəmlərdən sonra gələn isim isə cəmdə olmalıdır. 4 də doğrudur, çünki sayıla bilən tək isimdir, qarşısında artiklı istifadə olunub. Deməli, doğru cavabımız B variantı. 18-ci sualımızda qatarın gecikmə səbəbi soruşulur. Bu səbəbdən də doğru cavabımız tərcüməyə görə B variantı. Qatar nə üçün 2 saat gecikdi? 19-cu sualımızda birinci sifətin üstünlük dərəcəsidir. D artiklı yazılmalıdır. İkinci isə vahid birləşmədir. Dünyada in the world şəklində yazılmalıdır. Doğru cavabımız C variantı. Passive tapmaq üçün birinci növbədə feili tapıram. Feilimiz indiki bitmiş zamandadır. Was, are yazıla bilməz. Daha sonrasında tamamlığı tapıram. Feildən sonra tamamlığım gəlir. Rules cəmdə olduğuna görə have-been-də istifadə olunur. C variantı yanlışdır. Doğru cavabımız Y variantı. 21-ci sualımızda əks mənalı sözlər axtarılır. Doğru cavabımız D variantı. Müdafiə etmək, hücum etmək, uğursuz olmaq, uğurlu olmaq, dağıtmaq, tikmək. Butter, yağ sayıla bilməyən isimdir. Sonunda eş yoxdur. Oradan da bilirik eyni zamanda. Bu səbəbdən də sayıla bilənlərlə istifadə olunanları çıxardıram. Elotdan sonra isə isim gələ bilməz. Doğru cavabımız D variantı. Mətnin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. 23-cü sualımızda mətnə əsasən doğru olan variantı seçmək tələb olunur. Doğru cavabımız B variantı. Mətnə əsasən o bir çox əsərlər yaratsa da onları sərgiləmək üçün uyğun yer tapmaqda əziyyət çəkirdi. 24-cü sualımızda verilmiş cümləni tamamlayın. Doğru cavabımız C variantı. O qardaşına qara rəngdən istifadə etmədən qaranlığın fərqli rənglərlə, yəni mavi, yaşıl, bənövşəyi rənglərlə necə təsvir etdiyini izah etmişdi. 25-ci sualımızda doğru cavabımız A variantı. Mətn bütövlükdə bütün dövrlərin görkəmli Holland rəssamı haqqında danışır. 26-cı sualımızda doğru cavabımız A variantı. Onun rəssamlıq karyerası cəmi 10 il davam edib və əsərlərində əsasən sakinlərin çətinlikləri əks olunub. 27-ci sualımızda ikinci abzazdakı to motivate or encourage someone tərifinə uyğun gələn söz tələb olunur. Doğru cavabımız inspire, motivasiya etmək, ruhlandırmaq. 28-ci sualımızda to improve sözünün birinci abzazdakı sinoniminin tapılması tələb olunur. Doğru cavabımız develop,
inkişaf etmək deməkdir. 29-cu sualımıza baxaq. 29-cu sualımızda verilmiş cümlənin ardında olan cümlədə 2 dənə sözü dəyişdirmək tələb olunur. Həmin cümləmiz burada öz əksini tapır. Biz buradan sözlərimizi dəyişməliyik. Mümkün ola biləcək variantları ekranda sizinlə paylaşacağam. Videonu bəyəndinizsə, bəyən butonuna basmağı, kanala abunə olaraq da şərh yazmağı unutmayın.